Salam değerli dostlar, bu videomuzda bəzən şagirdlərin yazılışına görə səhv saldıqları sözlər var. O sözləri izah eləyəcəyik. Elə sözlər var ki, onlar iki saitlə yazılmalıdır. Elə sözlər də var ki, onlar bir saitlə yazılmalıdır. Bunlar qarışdırılan sözlərdir və həmin sözləri sizin üçün qruplaşdırdıq ki, artıq sizin yadınızda çox gözəl şəkildə qalsın və artıq bunlar bir-birinə qarışmasın. Mən iki saitlə yazılan sözlər: cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qisim, meyil, nəsil, ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin və s. Bir də var ki, bir saitlə yazılan sözlərdir. Məsələn, cəbir, əmir, həbs, həsir, hökm, hüsn, hüzün, kəsir, qəbz, qəhir, qəsir, nəbz, nəfs, nəsir, sehir, sədir, üzv, üzür və zülüm. Növbəti mövzularda görüşənədək.